xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olub videonu bəyənin. Azərbaycanda pensiya alan şəxslərin yenidən işləməsi ilə bağlı məsələ son dövrlərdə ən çox müzakirə olunan mövzulardan biridir. Bir çox insanı düşündürən əsas sual isə budur. Pensiya alan şəxs yenidən əmək fəaliyyətinə başlayarsa onun pensiyası arta bilər. Bu sualın cavabı bəli olsa da burada vacib hüquqi şərtlər və qanunvericiliklə müəyyən edilmiş qaydalar mövcuddur. Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, pensiya alan şəxsin yenidən işləməyə başlaması pensiya məbləğinin avtomatik şəkildə artacağı anlamına gəlmir. Yəni vətəndaş işə başladığı andan etibarən pensiyasına əlavə məbləğin hesablanacağını gözləməməlidir. Bununla belə rəsmi əmək fəaliyyətinin davam etdirilməsi gələcəkdə pensiyanın yenidən hesablanmasına əsas yarada bilər. Bunun üçün ən vacib şərt ondan ibarətdir ki, işlədiyi müddətdə həmin şəxs üçün məcburi dövlət sosial sığorta haqları ödənilsin. Çünki Azərbaycanda pensiya məbləğinin hesablanması zamanı sosial sığorta ödənişləri əsas amillərdən biri hesab olunur. Əgər vətəndaş rəsmi əmək müqaviləsi ilə işləyirsə və onun əmək haqqından qanunvericiliyə uyğun şəkildə sosial sığorta haqları tutulursa, bu zaman həmin ödənişlər şəxsin fərdi sığorta hesabında toplanmağa davam edir. Nəticədə onun pensiya kapitalı artır və bu da gələcəkdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada pensiyanın yenidən hesablanmasına imkan yarada bilər. İqtisadçı vurğulayıb ki, pensiya kapitalının artması pensiyanın hər ay və ya hər il avtomatik şəkildə artırılması demək deyil. Yenidən hesablama yalnız qanunvericiliyin müəyyən etdiyi hallarda və qaydalar əsasında həyata keçirilir. Buna görə də pensiya alan və yenidən işləyən hər bir şəxs bilməlidir ki, artım prosesi avtomatik deyil və müəyyən prosedurlar mövcuddur. Pensiyanın nə qədər artacağı isə bir neçə mühüm amildən asılıdır. İlk növbədə şəxsin nə qədər müddət işləməsi nəzərə alınır. Digər vacib məqam isə həmin dövrdə onun adına ödənilmiş sosial sığorta haqlarının məbləğidir. Əgər vətəndaş uzun müddət rəsmi şəkildə çalışır və yüksək məbləğdə əmək haqqı alırsa, onun adına ödənilən sosial sığorta haqları da yüksək olur. Bu isə pensiya kapitalının daha sürətli artmasına səbəb olur. Əslində, aşağı əmək haqqı ilə işləyən şəxslərdə sosial sığorta ödənişləri də daha az olduğu üçün pensiya kapitalının artımı məhdud qalır. Bu səbəbdən hər kəs üçün eyni məbləğdə pensiya artımı gözləmək düzgün yanaşma deyil. Pensiyanın gələcəkdə nə qədər dəyişəcəyi hər bir vətəndaşın fərdi əmək fəaliyyəti və ödənilmiş sosial sığorta haqları əsasında müəyyən edilir. Akif Nəsirli qeyri-rəsmi məşğulluğun da gələcək pensiya təminatı baxımından heç bir üstünlük yaratmadığını xüsusi olaraq qeyd edib. Əgər şəxs əmək müqaviləsi olmadan işləyirsə və onun adına sosial sığorta ödənişləri həyata keçirilir. Bu halda fərdi sığorta hesabında heç bir pensiya kapitalı formalaşmır və ya artmır. Bu isə gələcəkdə pensiyanın yenidən hesablanmasına heç bir müsbət təsir göstərmir. Məhz buna görə də rəsmi əmək münasibətlərinin qurulması və əmək müqaviləsinin bağlanması gələcək sosial təminat baxımından böyük əhəmiyyət daşıyır. İqtisadçının sözlərinə görə pensiya alan şəxslər yenidən işə başlayarkən ilk növbədə əmək müqavilələrinin qanunvericiliyə uyğun şəkildə rəsmiləşdirilməsinə diqqət yetirməlidirlər. Bundan əlavə işə götürənin sosial sığorta haqlarını tam həcmdə və vaxtında ödəməsi də olduqca vacibdir. Bundan əlavə işə götürənin sosial sığorta haqlarını tam həcmdə və vaxtında ödəməsi də olduqca vacibdir. Əks halda gələcəkdə pensiyanın yenidən hesablanması zamanı müəyyən problemlər yarana bilər. Vətəndaşlara tövsiyə olunur ki, fərdi sığorta hesablarında toplanan məlumatları mütəmadi olaraq yoxlasınlar. Bu, onların adına sosial sığorta ödənişlərinin düzgün həyata keçirilib-keçirilmədiyini izləməyə və gələcəkdə yarana biləcək mümkün problemlərin qarşısını vaxtında almağa kömək edir. Nəticə etibarilə pensiya alan şəxsin yenidən işləməsi gələcəkdə pensiyasının artmasına imkan yarada bilər. Lakin bunun baş verməsi üçün əsas şərtlər rəsmi əmək fəaliyyəti, əmək müqaviləsinin mövcudluğu və məcburi dövlət sosial sığorta haqlarının tam şəkildə ödənilməsidir. Pensiyanın artımı avtomatik həyata keçirilmir və hər bir vətəndaş üçün fərdi qaydada hesablanır.